Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxal Sadıqlı. Güvən nəşriyyatı 8-ci sinifdən KSG 4-ün B variantına baxacağıq. B variantının izahına baxıb A variantı özünüz işləyə bilərsiniz. Eyni suallardır, sadəcə ədədlər dəyişibdir. Vaxt itirmədən başlayaq birinci suala. Birinci sualda bizə deyir ki, paralelogramın iti bucağı 54 dərəcə olarsa, kör bucağını tapın. Qaydamızı xatırlayaq. Bunu paralellik əlamətindən də qeyd etmişdik ki, deməli, paralelogramın qarşı bucaqları bərabər. Yəni, buradakı bucaq 54 dərəcəsə, qarşısında duran bucaq da 54 dərəcə olmuş olur. Və qonşu bucaqların, yəni bir bucağa bitişik bucaqların cəmi isə nə qədərdir? Bitişik bucaqların cəmi isə 180 dərəcədir. Yəni, 54-ə bitişik bucaq buradakı bucaqdır. Cəmi nə qədər etməlidir? 180. Onda 180-dən çıxarıq 54-ün, yerdə qalar nə qədər? 126 dərəcə. Bura 126 isə qarşısı da nə qədər olacaq? 126. Cavabımız olacaq A variantı. Bir daha təkrarlayam. Paralelogramın deməli qarşı bucaqları bərabər. Bir tərəfinə bitişik bucaqların cəmi isə 180 dərəcə. Bir tərəfinə bitişik 54, 126, 180 və ya 54, 126, 180-i vermiş olur. Keçək növbəti suala. İkinci suala baxırıq. Tərəflərin nisbəti 2/5 olan düzbucaqlının perimetrinin böyük tərəfinə nisbətini tapın. Düzbucaqlının bir işi qarşı tərəfləri bərabərdir. 2/5 nisbəti. Yəni, nə 2x desək, digər tərəfdə 2x, uzunluğuna 5x desək, digəri də 5x. Perimetr onda olacaq, P bərabərdir. N ilə uzunluğu toplayıb, 2x üstə gəlir 5x-i, vuruq 2-yə, bu eləyir 14x. Perimetrini, yəni 14x-in böyük tərəf olan nisbəti nə deməkdir? Bölməkdir. Onda 14x-i böləcək neçəyə? 5x-i. X-i sadəcə nəyə görə yazdıq? Nisbət olduğuna görə. 2, 5 də götürüb yaza bilərdiniz. Heç bir fərqi yoxdur. 14x-i 5x-ə böləndə x-lar gedər. 14-ü 5-ə böləndə 14-ün içində 2 dəfə 48. 2,8 olmuş olur. İkinci sualda cavabımız oldu. B variantı. Keçək növbəti suala. Üçüncü suala baxırıq. Üçüncü sualda bizə deyir ki, kör bucağı iti bucağından 2 dəfə böyük olan rombun tərəfi 18 sm olarsa, kiçik diaqonalını tapın. Təkrarlayaq, yadımıza salaq ki, rombun bütün tərəfləri bir-birinə bərabərdir və qarşı bucaqları bir-birinə bərabər. Kör bucağı iti bucağından 2 dəfə böyük. Yəni, iti bucağı x olsa, kör bucağı bundan 2 dəfə böyük, 2x olmuş olacaq. Və dedik ki, paralelogramda da, romda da, düz bucaqlıda da, kvadratda da fərq yoxdur. Bir tərəfə bitişik bucaqların cəmi nə qədər edir? 180 dərəcə etmiş olur. Bunu da hardan keçmişdik? Baxın, təkrarlayaq, paralellik əlamətindən keçmişdik. Deməli, onda olacaq, bunu silək bir saniyə, x-la 2x-in cəmi bərabərdir 180-ə, 3x edər, 180-i 3-ə böləndə x bərabər olar 60 dərəcə. Kiçik bucaq onda olur 60 dərəcə, böyük bucaq, kör bucaq isə edir 62-yə vuranda 120 dərəcə. Və bizdən soruşur ki, kiçik diaqonal. Kiçik diaqonalı böyük bucaqlardan çəkilən diaqonal kiçik olur. Bax, buradakı çəkdiyim kiçik diaqonaldır. Qırmızı ilə də göstərir. Kiçik olur. Kiçik bucaqlardan çəkilən isə, burada çəkdiyimi siləcəm. Kiçik bucaqlardan çəkilən isə böyük diaqonal olur. Bir-birinin deməli əksinə olmuş olur. Bizdən nəyi soruşur? Bizdən soruşduğu deməli kiçik diaqonaldır. Bir saniyə. Geri qayda. Aha. 60 dərəcədirsə və tərəflərdə 18-dir. Yazırıq 18, 18, 18. Rombun bütün tərəfləri bərabər. Və artıq burada nə yaranır? Burada yaranır deməli bərabər yanlı 3 bucaq. Məsələn, bura yazıram A, B, C. A, B, C artıq bizə nəyi verib? Bərabər yanlı 3 bucaq. Bərabər yanlı 3 bucağın da yan bucaqları bərabərdir. Yəni, buradakı bucaqlar bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. 60 varsa, onda 180 çıxılsın 60, bölməliyəm neçə yerə? 2-yə. Bu da şur neçə? 60. Yəni, artıq bu bərabər yanlı yox. Necə 3 bucaqmış? Bərabər tərəfli.
Onda kiçik diaqonalda neçə olacaq? Kiçik diaqonalda elə bizə 18-i vermiş olacaq. Cavabımız olacaq 3-cü sualda da C variantı. Şəkli biraz daha böyük göstərim, sizə tam aydın olsun. Baxın, bu formada bu bizim deməli rombumuz. A tərəfi, B tərəfi, C tərəfi. Bura etdi 60, bu kiçik diaqonal. Və diaqonal da bucağı bölür də axı. O formada da girə bilərik. 120 dərəcə tapmamışdıq ümumi körbucaq. 120-ni böləndə 2-yə neçə düşür? 60 düşür. 60 bura, 60 bura. Artı bu bizə nəyi verdi? Bərabər tərəfli üçbucağı verdi. Və bizə də deyir ki, tərəf 18. 18, 18. Onda kiçik diaqonalda nə qədər etmiş olacaq? 18 etmiş olacaq. Keçək növbəti suala. 4-cü suala baxırıq. 4-də deyir ki, ABC romdur. Şəklə əsasən B, A, D bucağını soruşur bizdən. B, A, D bucağı deyəndə buradakı bucağı bizdən soruşmuş olur. Biz demişdik ki, rombun diaqonalı bucağı nə edir? Yarıya bölür. Əgər bu tərəf 65 isə, burada neçə olmalıdır? 65 olmalıdır. 65, 65. Cəmi nə qədər eləyir? Toplayanda bu edir 130 dərəcə. Və dedik ki, paralelogramda da, romda da, kvadratda da, düzbucaqlıda da bir tərəfə bitişik bucaqların cəmi, yəni bucaq A ilə bucaq B-nin cəmi nə qədər olmalıdır? 180 dərəcə. Və yaxud da bucaq A ilə bucaq D, bucaq C ilə bucaq D və s. 180 dərəcəni verməlidir. Bizdən də BAD-ni soruşur, yəni buradakı bucağı soruşur. Bura 130-dursa, bəs buradakı nə qədərdir? 180-dən çıxarıq 130-u, yerdə qalar 50 dərəcə. Cavabımız olar 4-cü sualda da A variantı. Keçək növbəti suala. 5-ci suala baxırıq. 5-ci sualda bizə deyir ki, orta xətti 24 sm olan trapesiyanın oturacaqlarından biri 18 sm olarsa, digərini tapın. Şəkli artıq çəkməyə ehtiyac yoxdur. Orta xətt nəyi verirdi? Oturacaqların, ya da çəkəyi burada qayda kimi yadımıza düşdü. Tutaq ki, bu olsun orta xətt. Buradakı orta xətt. Orta xətt. Buraya yazaq. Kiçik oturacağı A, böyük oturacağı B. Orta xətt bizə nəyi verirdi? Orta xətt oturacaqların cəminin A üstəgəl B-nin yarısını verir. Və bizə deyir ki, orta xətt 24-dür. Trapesiyanın oturacaqların biri 18, digərini tapın. Digərini də bilmirik, x götürərik. Yəni onda olar x üzərinə gəl 18 toplayıb, bölüb 2-yə və neçə alıbdı? 24 alıb. 24-ü onda vurarıq 2-yə. X plus 18 bərabər olar 48-ə. 48-dən 18 çıxanda x bərabər olar 30-a. Digər oturacağı soruşurdu. Digər oturacaq olur 30 sm. 5-ci sualda D variantı. Keçək növbəti suala. 6-cı suala baxırıq. 6-cı sualda deyir, ABC üçbucağında AB tərəfinə paralel MQ orta xətti çəkilmişdir. AB-dən MQ-nin çıxanda 12 sm olarsa, AB-ni bizdən soruşur. Bir dənə ABC üçbucağı çəkək. Deməli, buraya yazaq. A, B və C. AB tərəfinə paralel. Yəni, AB tərəfi, bu qırmızı xətlə göstərdiyim tərəfə paralel nə çəkilə bilir? Orta xətt. Orta xətt nə edir? Qarşı tərəfləri yarıya bölür. Çəkilmişdir. AB-dən MQ-nı çıxanda 12. Qarşı tərəfləri yarıya böldüyünə görə həmin tərəfdə, məsələn, tutaq ki, buraya yazıram M, buraya yazaq tutaq ki, K. MK həmin ilə AB-nin nəyinə bərabərdir? Yarısına. MK onda biz x desək, AB onda bunun neçə qat olacaq? 2x. Nəyə görə? Çünki orta xətt. Orta xətt nə deməkdir? Orta hər hansı bir ədədin ortasını tapanda, ədədi orta kimi fikirləşək də, nə edirik? Sayına bölürdük. Burada da iki tərəfdən söhbət etdiyinə görə orta xətt deyəndə nəyə bölməliyik? 2-yə bölməliyik. Və bunların da fərqi deyir nə qədərdir? AB-dən MQ-nı çıxanda, yəni 2x-dan çıxanda x-i bərabər olur 12. Onda x bərabərdir 12. AB-ni soruşur. AB də 2x olduğuna görə 2-ni vuranda 12-yə cavabımız eləyir 24 sm. 6-cı sualda C variantı. Keçək növbəti suala. 7-ci suala baxırıq. 7-ci sualda bizə deyir ki, AB parçasının orta nöqtəsinin koordinatları 3, 2 və A nöqtəsinin koordinatları 1, 5 olarsa, B nöqtəsinin koordinatını tapın.
Koordinatları ümumiyyətlə orta nöqtəsinin koordinatını necə tapırdıq? X bərabər olurdu. Bax, formada göstərək. Deməli, x üstəgəl x1 və yaxud da x1 üstə yazaq, x2 tam aydın. x1 üstə x2 bölünək 2. Y nəyə bərabərdir? Y1 üstəgəl y2 böl 2. Deməli, burada A ilə B-ni toplayıb 2-yə bölüb ki, 3-2 alıb, düzdürmü? Və birinci nəyi tapırdı? Birinci x olurdu, ikinci isə y. X burada 3'dür. Onda olacaq 3 bərabərdir. A-nın koordinatını verib. Burada x, bu da y. A-nın x-ində neçədir? Deməli 1'dir. Deməli 1 üstəgəl digər x2 böl neçəyə? 2. Onda 2 üçün çarpaz vurarıq. 2 üçün 6 bərabərdir 1 üstəgəl x2. 6-dan 1-in çıxanda x2 bərabər olur 5'ə. Deməli x etdi 5. Sonra isə tapırıq nəyim? Y-in tapaq. Y-in də onda ola. Y neçədir? 2'dir. Y 2'dir. Onda olacaq 2 bərabərdir. Burada y neçədir? 5. 5 üstəgəl y2 böl 2'yə. 2 üçün 4 bərabərdir 5 üstəgəl y2'yə. 5 sola keçəndə çıxma olacaq. Olacaq 4 çıxılsın 5 bərabərdir y2'yə. 4'dən 5'in çıxanda cavab edəcək -1 bərabərdir y2. X-i 5, y -1. Onda olacaq 5 və -1 olur nəyin koordinatı? B nöqtəsinin koordinatı. 5 -1 cavabımız olur 7-ci sualda B variantı. Keçək növbəti suala. 8-ci suala baxırıq. 8-ci sualda deyir, diaqonalları 6 və 10 sm olan rombun tərəflərinin orta nöqtəni birləşdirməklə alınan dördbucaqlının perimetrini tapın. Alınan dördbucaqlının perimetri ümumiyyətlə bu formada məsələlər verirsə, orta nöqtəsini birləşdirirsə, həmin ilə diaqonalların cəmi olur. Yəni burada elə olacaq 6 üzərinə gəl 10 bərabər 16. Amma burada nə edək? Mahiyyətini də göstərək ki, tam aydın olsun. Bu hardan yaranır? Baxın, tutaq ki, bir romb çəkək. Bu formada göstərdik. Rombda diaqonallar bucaqları yarıya bölürdü və özləri də perpendikulyar nə edirdi? Kəsişirdi. Düzdürmü? Və deməli, diaqonalları 6 və 10. Tutaq ki, bu tərəf 6'dır. Burası 10. Orta nöqtələrin götürdük. Hər birini, tərəflərin hər birini orta nöqtələrini götürdük. Və belə bir dördbucaqlı alındı. Baxın, fikir verin. Deməli, diaqonallar nə olurdu? Diaqonallar da yadda saxlayaq. Rombda, düzbucaqlıda, paralelogramda diaqonallar yarıdan bölünürdü. Yarıdan diaqonalda. Diaqonallar yarıdan nə olur? Bölünür. Onun yarısı neçə eləyir? Onun yarısı edir 5. Baxın, buradan bura olan hissə göstərəm. Bax, bundan üstə olan hissə nə qədərdir? 5'dir. 5 isə bu da orta nöqtə götürülür. Baxın, buradan götürdüyüm A, B yazır. A, B də bunu yarıdan bölüb baxa. Onun yarısıydı. 5 etdi. Göstərəm. Yarı deyəndə böldü 2'yə. Üst tərəf 5 etdi. Bir də bu yarıdan götürdüyünə görə 5'in yarısı nə qədər eləyir? 2,5. Yəni buradan bura 2,5 isə. Bu da yarıdan bölündüyünə görə burada 2,5 eləyir. 2,5, 2,5. Həmin düzbucaqlının deyək, bax burada çəkdim. 2,5 bir tərəfi, 2,5 də bir tərəfi. Nə qədər etdi? 5 etdi. 2,5 üstə 2,5 5 etmiş oldu. 6 olan hissəyə baxın. 6 olan hissə buradan bura yarıya bölünürdü. Baxın, buradan göstərəm. Bax, bura qədər nə qədər etdi? Bura qədər edir. Biraz buna uzandı. Bir də bura qədər etdi nə qədər deməli? 6'nın yarısı 3. Bu da yenə də yarıdan bölündüyünə görə. Yarıdan bölünmüş. 3'ün də yarısı nə qədər eləyir? 3'ün də yarısı eləyir 1,5 deməli 5'i vermiş olur. Bir də saniyə. Bu da 1,5. Buradan bura 1,5 isə burada 1,5. Onda qarşı tərəfi nə qədər eləyir? Baxın. 1,5, 1,5. Toplayanda 3. 3'ün 5'ə 1 düzbucaqlı. 3 üstə gəlib 5. Düzbucaqda enlə uzun topla vur 2. 8 2 16. Ona görə elə biz deyirdik ki, nə edirik? Diaqonalların cəmini vermiş olur. Bu da
qaydadan əlavəni etdik. Mahiyyətini göstərdik ki, hardan gəldiyi də sizə tam aydın olmuş olsun. Keçək növbəti suala. 9-cu suala baxırıq. Oturacaqlar 4 və 10 sm olan bərabəryanlı trapesiyanın diaqonalı iti bucağına tən bölünən olarsa perimetrini tapın. Deməli, bərabəryanlı belə bir trapesiyamız var və oturacaqları 4, 10-dur. İti bucağının deməli, diaqonal iti bucağın tən böləndir. Buradan bir dənə diaqonal çəkirik. İti bucağın tən böləndirsə, buradan bura olan hissəyə tutaq ki, alfa desək, buradan bura olan hissədə nə olacaq? Alfa olacaq. Və paralellik əlamətinə görə, bax, buradan göstərir. Paralellik əlamətinə görə çarpaz bucaqlar nə olurdu? Bərabər olur. Onda bu tərəfdə bizə nəyi verəcək? Alfanı vermiş olacaq. Və alfa, alfa. Baxın, bura yazıram. A, B, C. A, B, C üçbucağına fikir verin. Alfa, alfa bizə nəyi verir? Bərabər yanlı üçbucağı. Yəni, buradan bura olan hissə 4-dürsə, bu tərəf bu tərəfə bərabərdir. Yəni, AB bərabər olur hansı tərəfə? BC tərəfinə. Burada 4 olduğuna görə bu hissədə nə qədər edir? 4 etmiş olur. Və bu trapesiyada bərabər yanlı olduğuna görə bu hissədə nə qədər edəcək? 4 etmiş olacaq. Perimetr soruşur. Perimetr bərabər olacaq. 4 üstə 4 üstə 4 böyük oturacaqda 10. 3 4-ün 12, o da 10, 22 santimetr etmiş olar. 9-cu suallara cavabımız oldu. A variantı. Keçək növbəti suala. 10-cu suala baxırıq. 10-cu sualda bizə deyir ki, kvadratın diaqonalların kəsişmə nöqtəsindən tərəflərinə qədər məsafə 6 santimetr olarsa perimetrini tapın. Kvadratda da, paralelogramda da, onda da demişdik ki, diaqonallar nə olur? Yarıdan bölünür. Və kvadratda diaqonallar hər biri bir-birinə, yəni yarı hissələr hər biri bir-birinə nə olmuş olur? Bərabər. Çünki kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Kəsişmə nöqtəsi burada. Kəsişmə nöqtəsinə qədər olan məsafə deyir. Buradan bura qədər olan hissə nə qədərdir? 6. Bura 6-dırsa, bu hissədə onda nə qədər olacaq? 6, bərabərdir. 6, 6. Baxın, həmin bu hissəni götürüb burayı gətirsək, bu bizə elə nəyi verəcək? Kvadratın tərəfini. 6 üstə 6, 12. Və kvadratın bütün tərəfləri də bir-birinə bərabər. Perimetrini soruşur. 4 dənə 12. 4-ü vuraraq 12. Cavabımız edər 48 santimetr. 10-cu sualda olar B variantı. Keçək növbəti suala. 11-ci suala baxırıq. 11-ci sualda deyir, uc nöqtələri A, 1Y və B, X5 olan AB parçasının orta nöqtəsinin koordinatları 3, 4 olarsa X plus Y-in cəmi tapın. Bir daha qeyd edək. Qaydamız necədir? X bərabər oldu. X1 üstə X2 böl 2-yə. Y bərabər oldu. Y1 üstəgəli Y2 böl 2. Bunu yazırdıq ki, daha rahat yadımızda qalsın deyə. Koordinatların da orta nöqtəsi deyəndə X-ları toplayıb 2-yə bölürük, Y-ları toplayıb 2-yə bölürük. Deməli, burada yazsa bu X-dır, bu Y, onsuz özü də göstərib. Bu X, bu Y, bu X-i verir, bu da Y vermiş olur. Deməli, onda olacaq, ümumi bunların orta nöqtəsinin koordinatları 3, 4. Onda olacaq 3 bərabərdir. 1 üstərgənsin, birincisinin X-i 1-dir. İkincisinin X-ini də elə X-ini ifadə edib. Üstərgənsin X böl 2. 2-ni 3-ə vuraraq bu edir 6 bərabərdir 1 üstərgənsin X-a. 6-dan 1-in çıxanda X bərabər olar 5-ə. Y üçün tapaq. Y neçədir? 4. Onda olacaq 4 bərabərdir. Y-larına baxaq. Y üstərgənsin. Bunun Y isə neçədir? 5. 5 böl 2. 2 4-ün 8 bərabərdir. Y plus 5-ə çarpaz vurdu. 8-dən 5-in çıxanda Y də bərabər oldu 3-ə. Bizdən X plus Y-in cəmi soruşur. 5 üstə gəldi 3, cəmi etdi 8. 11-ci suallara cavabımız oldu. D variantı. Keçək növbəti suala. 12-ci suala baxırıq. 12-ci sualda deyir ki, B00 və B66 nöqtələri ABC kvadratının qarşı təpələridir. Bu kvadratın diaqonalların kəsişmə nöqtəsinin koordinatlarını tapın. Deməli, belə bir kvadratımız var və yazırıq, deməli, A, B, C, D. Diaqonallar dedik ki,
yarıdan bölünür və kvadratda diaqonalların hissələri kəsişmə nöqtəsindən sağa sola hissələr hər biri bir-birinə bərabərdir. Çünki kvadratın bütün tərəfləri bir-birinə bərabər olduğuna görə. İndi deməli B 0 0 buraya yazaq 0 0 bura olsun. Digər isə B 6 6. Burada BB yazıb. Əslində BB olması düzgün deyil. Bura D yazaq ki, qarşı tərəfi olmuş olsun. D isə yazırıq deməli neçə? 6 və 6. Diaqonallar dedik ki, hardan bölünüdür? Yarıdan. Bayaqki məsələ vardı, yazmışdıq. Üstdəki məsələdə 8-də idi, yoxsa 7-də belə bir 6 idi, üst tərəfə də 6 oldu. Yəni hardan bölünürdü? Yarıdan. Yarıdan bölmək, yəni diaqonallar kəsişəndə yarıdan bölünür. Yarıdan bölünmək nə deməkdir? Ümumi orta koordinatını tapmaq. Orta koordinatında nə edirdik? X-ları bir toplayıb. Baxın bu X-i, Y-i, X-i, Y. Bir daha göstərək. X1 üstə X2 toplayıb 2-yə bölürük. Y1 üstə Y2 toplayıb 2-yə bölürük. Onda olacaq koordinata məsələn bir M deyək kəsişmə nöqtəsinə. Onda olacaq 6 üstəgəl 0 X-in tapmaq üçün. 6 üstəgəl 0 böl 2-yə bu edəcək 3. Y-in tapmaq üçün isə yenə də 6 üstəgəl 0 böl 2-yə bu da bərabər 3. Yəni M-in də orta nöqtəsinin koordinatı edəcək 3 və 3. 12-ci suallara cavabımız etdim. A variantı sonuncu sualımızdır. Növbəti video izahlarda görüşənədək hər hansı bir iradə və ya təklifiniz varsa rəy bölməsində qeyd edə bilərsiniz. Hamınıza uğurlar. Hələ ki, hələlik.